Deyirəm kimə deyirəm əqrəb bürcüyəm. Hər kəsin bir baxışı formalaşır. Hər kəs vay 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 eləyir. Nədir? Əqrəb olan bürcüm deyə mən deyiləm. Nədir məndən alıb verə bilmədiyiniz? Belə də ki, yaxşı eləmişik. Əgər sizə vay vay dedizdirmişiksə, deməli buna layiq olmuşsunuz. Əqrəb layiq olmadığı insan üçün heç nə eləməz. Heç bir şey, bunu unutma. Əqrəb qisasçıldır, sancandır. Bəli, boynumuza alırıq. Biraz tez özümüzdən çıxıb tez əsəbləşirik, bir də çox qısqancıq. Həqiqətən. Amma qədrimiz bilinmir, nə olsun? Nə olsun da? Çox sevdiyi, çox istədiyi, nə olsun? Əgər əqrəb bürcünün həyatında peşmançılıq yaşamısansa, deməli buna layiqsən. İncimə. Sevəndə həqiqətən biz çox sevirik. Onun üçün hər şey eləyəcək qədər. Biz əqrəblər adicə WhatsAppda yazırsan, anında göy xətt olur bizdə. Sən sevgidən danışırsan, sən bundan danış, sonra keç sevgimə. Biz sevəndə profildə yatırıq, biz sevəndə profil şəklində yatırıq. Biz əqrəblər. Amma dəyər vermədiyimiz insan üçün heç